normalda küçədə getdiyiniz yerdə sizi tanımırdılarsa, bir qismi insan tanıyırdısa ki, ətrafınızda networkiniz olan insan, indi bir çoxları artıq sizi tanıyır. Buna görə davranışınızı və yaxud hansısa bir geyiminizi və sairə və ilaxır daha çox fikir verməyə başlamısınız? Xeyr, mən özümü həmişə kimi hiss eləyirəm. Dediyim kimi, sosial mediada necəyəmsə, yəni ki, qəşəng geyinməyi həmişə sevmişəm. Məni tanıyan insanlar hər zaman bunu deyə bilər. Əlbəttə ki, nə vaxtsa cins və hudi geydiyim vaxtlar da olubdu, cavanlıqda. Yəni, amma son 40 yaşıma çatandan sonra mən düşünürəm hər bir yaşın, hər bir statusun özünə uyğun davranış və geyim tərzləri var və mən bunu davam edirəm. Bu asılı deyil mənim sosial mediada populyar olub olmamağımdan, sadəcə özümü necə komfortlu hiss edirəmsə, o formada da geyinirəm və davranış göstərirəm. Son sual. Əgər sabahlarım sosial şəbəkələr bağlansa, Fərhad Pərvizi kim olaraq qalır? Fərhad Pərvizi olduğu olaraq qalır. Çox yaxşı bir hekayə eşitdim dünənləri. ABŞ-nin Müdafiə Naziri müavini bir hekayə danışırdı. Deyir ki, bir konfransda hər il o konfrans keçirilir. Məni də Müdafiə Naziri müavini kimi dəvət ediblər bu konfransa. Məni private jet aparıb da həmin o konfransda. Ora maşın, limuzin gəlibdi, düz təyyarənin qarşısında məni oturdublar. Oradan aparıblar konfrans zalına. Orada VIP çıxışdan keçmişəm, oturmuşam kresloda, mənə kofe gətirib verdilər. Deyir, çox gözəl. Lakin artıq bir ildən sonra mənim səlahiyyətlərim bitir və mən artıq Müdafiə Naziri müavini deyiləm. Və məni yenə də o konfransa dəvət ediblər. İndi mən ekonom klassla uçuram orada, sırada dururam orada. Hamının keçdiyi qapıdan keçirəm içəri. Mən deyəndə ki, kofe harda var, mənə göstərirlər. Görürsən, orada plastik stəkanlar var, ged özünə kofe süzgünə. Mənim dəyərim məhz o plastik kofedir. Əvvəlki mənim sadəcə vəzifəmə və səlahiyyətimə bağlı bir privilegiyalı imtiyazlar idi. Amma mən əslində bu plastik stəkanım. Fərhad Pərvizin həyatında heç nə dəyişmir. Mən sosial mediada populyar olduğuma görə mənim həyatımda heç nə dəyişmir. Məni private jetdən heç kim aparmır, fast trackdan keçirmir, xüsusi kofe heç kim gətirib vermir. Mən də hamı kimi gedirəm, hansı stəkanda verirlərsə ondan içirəm. O perspektivdən mən nəyə layiqəmsə onu da indi də alıram. Sosial media buna heç cür təsir etmir.